ABC düzbucaqlı üçbucağı verilib. AB tərəfinə x, AC tərəfinə 6x çıx 1 və BC tərəfində 6x plus 1 verib. Bizə deyir ki, buradan AB tərəfini tapın, yəni x-i tapın. Düzbucaqlı üçbucaq olduğuna görə mən burada Pifaqor teoremindən istifadə edəcəm. Pifaqor teoremi nədir? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni, x-in kvadratı üstəcəl 6x çıxılsın 1-in kvadratı bərabərdir 6x plus 1-in kvadratına. Düzdürmü? X kvadratı üstəcəl 6x çıx 1-in kvadratı mənə verir 36x kvadrat çıx 12x plus 1 bərabərdir. Burada 6x plus 1-in kvadratı da mənə verir 36x kvadratı plus 12x plus 1. Düzdürmü? 36x kvadratlar, bunları çıxarsam, bunlar islah gedəcək. Düzdürmü? Qalacaq x kvadratı. Bu müsbət 12x-i çıxarsam bu tərəfə olacaq çıx 12x burada var idi. Bir dənə də çıx 12x-imiz qalacaq. Bir dənə də plus 1 çıx 1 bərabərdir 0. Bunlar islah gedir. X kvadratı çıx 24x bərabərdir 0-a. X-i mən buradan çıxarsam mötərizə xaricinə x çıxılsın 24 bərabərdir 0. Hasil 0 olduğuna görə hər biri ayrılıqda 0-a bərabər olur. X bərabərdir 0 və x bərabərdir 24. Tərəf 0 ola bilməz deyə cavabımız olur 24. Yəni